Məstan və Sehirli İğnə nağılı. Məstan günəşli bir səhər məktəbdən evə qaça-qaça gəldi. Amma bu dəfə üzündə hər zamanki gülüş yox idi. O, məktəbdə bir xəbər eşitmişdi. Uşaqlar arasında xəstəlik yayılıb. Sinif yoldaşlarından bəziləri qızılca xəstəliyini tutublar. Məstan anasının yanına qaçıb həyəcanla dedi. Ana, məktəbdə qılıcı xəstəliyi alıb. Müəllim dedi ki, peyvənd olmayanlar iynə vursunlardı. Amma mən iynədən çox qorxuram. Anası mehribanlıqla Məstana cavab verir. Qorxma balam. Həkimə gedək, o bizə ən doğrusunu deyəcək. Sabah səni xəstəxanaya özüm aparacağam. Məstan biraz sakitləşdi. Amma yenə də içində bir narahatlıq vardı. Həm qızılcı olacağı halda evdə qalmalı idi. Həm də iynədən çox qorxurdu. Oynamağı çox sevən Iris onun kədərli olduğunu görüb soruşdu. Məstan, nə olub? Niyə qaşqa baxırsan? Məktəbdə qızılcı xəstəliyi alıb. Mən peyvənd olmalıyam, amma iynədən qorxuram. Iris gülümsədi. Bax, mən heç qorxmuram. Atam deyir ki, cəsarətli olmaq lazımdır. Bilirsən də, peyvənd bizi sehirli qalxan kimi qoruyur. Elə bu an atası işdən gəldi. O, Məstanın narahat baxışlarını görüb mehribanlıqla dedi. Mən də sənin yaşında olanda iynədən qorxurdum. Amma həkim mənə dedi ki, bu iynə sihirlidir. O məni xəstəliklərdən qoruyur. O gündən sonra heç qorxmadım. Və bax, indi çox sağlamam. Məstan biraz düşündü. Bəlkə iynə həqiqətən də sehirlidir. Amma yenə də azca qorxurdu. Iris Məstana dedi. Məstan, gəl biraz oynayaq. Həm də başın qarışmış olar. Iris, heç oynamağa həvəsim yoxdur. Yox, hər dəfə oynayanda keyfin açılır. Bəlkə də haqlısan. Bəs nə oynayaq? Gəl biraz qaş tutdu oynayaq. Yaxşı, amma məni tuta bilməyəcəksən. Gələrik. Ertəsi gün Məstan anası ilə birlikdə Azərbaycan Pediatriya Cəmiyyəti xəstəxanasına getdilər. Onları güləz bir həkim qarşıladı. Salam Məstan, eşitdim ki, sən bugün peyvənd olacaqsan. Narahat olma, bu səni daha da güclü edəcək. Amma iynə ağrıdır axı. Məstan titrək səslə dedi. Həkim mehribanlıqla cavab verdi. Gəl sənə bir sirr açım. İynə ağrıdacaq desən, əlbəttə ki, iynə ağrıdar. Amma iynə məni ağrıtmayacaq deyib, ona qədər saysan, sən gözlərini açanda iynə artıq bitmiş olacaq. Beləliklə, Məstan ona qədər sayıb bitirməmiş, iynə artıq bitmişdi. O, gözlərini açıb təəccüblə baxdı. Bu iş ağrıtmadı. Mən artıq qorxmuram. Həkim gülümsədi. Əhsən Məstan, indi sən güclü və sağlam uşaqlardan birisən. Məstan evə sevinci içində qayıtdı. İndi o peyvəndin qorxulu bir iynə deyil, onu qoruyan sehirli bir güc olduğunu bilirdi. Və dostlarına da bu sirri danışmaq üçün səbirsizlənirdi. Uşaqlar, unutmayın, peyvənd sizi xəstəliklərdən qoruyan sehirli qalxandır. Siz də qorxmadan peyvənd olun və sağlam qalın.